Herkese salam xanımlar. Bugün ben sizler için tort bisküvitinin reseptini paylaşacağım. Yeni başlayan kızlar çok soruşurdu. Dedim belə bir video çekim, paylaşım. İnşallah ki yararlı olar. Mən də hamı kimi bir neçə resept sınamışam. Ancaq artıq 2 ildir ki bu reseptdə qalmışam. Bu resepti daha çox bəyənirəm. Bunun üçün bizə 6 ədəd yumurta, 1 stakan şeker tozu, 1 stakan yarım un, 50 ml su, qabartma və vanil lazımdır. Əvvəlcə yumurtanın ağını sarısından ayırırıq. Onu da qeyd edim ki, qızlar, əgər istəsəniz yumurtanın ağı ilə sarısını birlikdə çala bilərsiniz. Ancaq mənim belə daha çox xoşuma gəlir deyə mən də yumurtanın ağını sarısından ayırıram. Ağını ayrıca mikserlə çalıram, daha sonra sarısını çalacağım. Budur xanımlar, yumurtanın ağı hazırdır artıq. Daha sonra yumurtanın sarısı, şeker tozu və suyu birlikdə mikserlə çalırıq. Bunu da ağarana qədər çalmaq lazımdır. Göstərəcəm necə olmalıdır. Budur xanımlar. Belə olanda artıq dayandırmaq lazımdır mikseri. İndi isə xanımlar, un, qabartma tozu və vanili əlavə edəcəm. Onu da qeyd edim ki, mütləq ələkdən keçirmək lazımdır. Bu səfər qaşıqla qarışdıracağım. Artıq mikserdən istifadə etməyə ehtiyac yoxdur. İndi isə bu qarışıma yumurtanın ağını əlavə edirəm. Yenə də mikserə ehtiyac yoxdur. Qaşıqla qarışdırsanız yaxşı olar. Budur xanımlar, xəmirimiz artıq hazırdır. Xanımlar, onu da qeyd edim ki, sobanı əvvəlcədən isitmək lazımdır. 180 dərəcə sobada 1 saat bişməlidir biskvitimiz. Sifarişim 2 dənə balaca tort olduğuna görə mən də bu biskviti 2 hissəyə bölüb belə pişirirəm. Budur xanımlar, artıq biskvitlərim hazırdır. Onu da qeyd edim ki, 1 saat ərzində qətiyyən sobanın ağzını açmaq olmaz. Biskvit tortun bir növrəsidir. Düşünürəm ki, biskvitimiz necə alınırsa, tortumuz da elə alınacaq. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm xanımlar. Hər kəsə nuş olsun.